Abşeron rayonunun Xırdalan şəhərində iki qonşu olan Rızayeva Çimnaz və Əkbərov Natiq arasında uzun illərdir davam edən torpaq mübahisəsi hələ də davam etməkdədir. Şikayətçi olan Rızayeva Çimnaz bildirir ki, 12 il bundan əvvəl Əkbərov Natiq adlı şəxs Çimnaz Rızayevanın xəbəri olmadan ona məxsus olan həyat yani torpaq sahəsinin müəyyən bir hissəsini ələ keçirir. Mən Rızayeva Çimnaz Musa qızı Abşeron rayon Xırdalan şəhərində yaşayıram. Buradan cənab prezidentimizə müraciət edirəm. Mehriban xanıma, prokurorluğa, bütün İqtisadiyyat Nazirliyinə. Mənim kopçam 2010-cu ildə, 2007-ci ildə bitirmişəm. 2010-cu ildə mənim qanuni sənədim. Hər bir şeylə. Qonşu torpaq satıb. Bax, bura qonşu satıb. Aralı məsafə görürsünüz. Bəli. Qonşu. Mən heç bir şeydən xəbərim yox. 2016-cı ildə dəmir setkanı buradan götürəndə ki, hasarımı çəkim, evə köçüm, düzəldim. Uşağı keçirdim bura. Onda gəlib mənim evimə hücum çəkib üstümə, döyüb, vurub məni, hamısı qoş. Və bunun əri. Özü, bəli. Ki, qonşular Minaya. Yox, sizi döyəni. Əkbərov Natiq. Ki, bəs bura mənimdir, hara gedirsən get, arxam da var, köməyim də var. Bildim. Mən səni aldadıb qol çəkdirmişəm. Bildim, aydındır. İndi sizin... Necə aldadıb qol çəkdirsiniz? Məni tikinti adı ilə aparıb. Siz qol çəkdirsiniz. Bələ güya mənim etirazım yoxdur bunun ev tikməyinə. Güya icra hakimiyyəti icazə vermir. İcra hakimiyyəti buna icazə vermir tikintiyə ki, qonşunun razılığı olmalıdır. Mən də insan oldum, dedim gələr qonşu olar. Mən bilmədim, bu mənə aldadıb. Bura, sizin yeriniz bu qədərdir. Bu neçə kvadratdır buradan ora qədər? 1 metr nə qədərdir? Burada mənim evimə padvaldır. Hə, sizin yeriniz... Sənin ixtiyarın yoxdur mənim həyatıma keçməyə. Mənim həyatıma keçməyə ixtiyarın yoxdur sənin. Sənin həyatıma, mənim həyatıma girməyə ixtiyarın yoxdur sənin. Görürsünüz siz indi. Görürsünüz, gəl. Gəl. Görürsünüz, çəkin. Görürsən? Mən belə Vətəndaş səbirli olun. Bizi media olaraq çağırırlar. Vətəndaş. Dur bir dəqiqə, bax. Məhkəmənin qərarını Çıx. Öz də satıb biz Vətəndaş səbirli olun. Sən 2010-cu ildən mi? Kazım abi. Səbirli olun, səbirlə danışaq. Biz mediayı... Ne bura? Mənim adım, ne bura kağız? Kağızı bura. Bu deyə qardaş, bax kağız. Bax, kəs. Özüm satmışam. Mənim yazmamışam ki, bax. Kim aladı? Küsüd almışam səni. Bu boyda məhkəmənin qərarı yalandır. Utanmırsan sən? Sən utan. Şirinlə sıkışdırırsan onu. Nəyi? Pulu alanda sen saymadın ki ne kadar pulu? Sen. Hadi bir dakika diyor. Kimdən alır? Ha ondan. Bir de kağız yazmışam bak. Kim yazdı bak. Ha o yazı bak. Pulu sen gel. Çıkart başla. Torpağı satan. Kimdir Xıdır kim? Qonşunun qabadızı oğlu. Halası da sağdır mı? Bəli, sağdır. Bundan bağlı. İndi Gürcistandadır. Buyurun. Bak. Zəhmət olmasın. Bir dakika diyor. Bak. Öz kağızı, öz qozu. Düzdür mü? Bak. Düzdür mü? Ben yazmamışam ki. Bak. Düzdür mü? Budur mu? Ben yazmamışam ki. Bu xətt onun düzdür mü? Məhkəmənin qərarı. Ali məhkəmədən 18-27 prosesor. 8 Zəhmət olmasın. Saxtalaşdırmış sənət onlar hamısı. Ay xanım, bak. Eğer Saxtalaşdırmış sənətdir bu. Saxtalaşdırmış sənətdir. Qızım, oraya baxın, mənim qanuni sənədim. Necə ola bilər? 2014-cü qədər burada ev olmayıb. Ev olmayıb, baxın. Görün nə qədər insancı, mənim sənədimi baxın. Restr xidmətində 4 saylı Abşeron çıxardıb sistemdən. Baxın, çəkin. Sistemdən çıxarılıb. O yer boş olsun ki, mənim yerim, sən çıx buradan. Sən çıxmalısan buradan. Sən çıx buradan mənim evimdən. Sən ixtiyarın yoxdur mənim evimə girmək. Çıx mənim yerimdən. Hayır deyələmirəm. Qarış kağızla, məhkəmənin qərarını. Kağız saxta ben. Ha ne kağızı? Kardeş ben kağız bıçak. Parmağınla sənətli hamısı. Ha hökumət yalan qərar verir. Hökumət. Kardeş ben yalan deyirəm. Məhkəmənin qərarı əlimdədir. Qətnamə əlimdə düzdür mü? Bunu kim çıxarır? Kardeş, məhkəmənin qətnamə əlimdədir. Yalan deyirəm sən bax, göstərim sən. Ya bura. Mənim qanuni sənədim. Sarı və ərtiqə satıb qonşum. Baxın.
Mən Əməkdaş, satmamışam. bax, mən yalan deyirəm. Bununla əlaqədar olaraq bildirir ki, ərizədə qeyd olunan nömrəli reyestr nömrəli çıxarışın verilməsinə əsas olan ilkin sənədlərin təsdiq olunmuş surətlərini sizə göndəririk. Nəzərinizə çatdırırıq ki, sözü gedən fərdi yaşayış evi qeydiyyat vəsiqəsi əsasında qeydiyyatdan keçməmişdir. Gördünüz? Çıxarılıb. Bununla ona yer verildi ki, bura siqnal vuranda ki, bura boş görüksün. Ki, bu sənədi veriblər ona. Bu sənədi veriblər. Baxın, nətər ola bilər ki, mən 2000... Əlaqə yarada bilərikmi? O bayaq adını təqdim elədi. Adı nə idi satan adam şəxs? O Gürcüstandadır. Gürcüstan zəng edə bilərik də. O zəngin nömrəsini də taparam. Taparam. Əlaqə yaradaq. Görək o qarşı Deyək, qonşum buradadır. Nə fikri bildirir? Qonşu onu dayısını arvadı. Dayısı arvadı buradadır satan adam. Məhkəməyə də gəlib. Yaşadığı Bəli, bəli, yox, o arxada. Məhkəməyə də gəlib, prokurora da gəlib, polisə də gəlib. Deyir ki, torpağı mən satmışam. Kimnazın evi də olub burada, piləkəni də. Oranı da satmışam mən ona, buranı yox. bildirir ki, Bir apellyasiya məhkəmə ləğv elədi, bir ali ləğv elədi. Amma qalanına pul verdim. Pulu da al. nə Pul qədər vermisiniz? Pul verib alıb. 25 min. Ne yazıb? Bəli, 2 sotu, 2 sotu. 2 sot 25 min dolar. Hanım de el yazsın. Başı, necə eləmir, Hanım, baş necə eləmir? Sən kimsə mənim həyətimə keçir. Sən kimsə mənim yerimə keçir. Sarı da buradan, hadi. Hadi ol mənim yerimə. Sən nə şey yoxdur bura keçir. El yazsınla yazıp bakın. Sən yer almışsan sən. Görürsüz. Hala özləri doymur, uşaqları da məni söyür. Niyə söylədiyəm sən? Keçin. Hə, araşdırın. Biz tərəf deyilik, hələ. Biz tərəf deyilik, sadəcə Mən də sadə. Tərəfkeşlik etmirik, bəli. Nə inirdi mənim torpağıma girmisən? Piləkənimə kimsənə geçir. Ora kimindir? Ora kimindir? Bura pul saymışam. Bura mən. Ora kimindir ora? Pulu sən almışsan. Mən sana pul saymışam. Müəllim, bu torpaq əvvəl kimə aid olub? Qardaş ondan da almışam. Xanım da sizə notarius qaydı. Biz bildiririk ki, Xıdır idarəsi. Dokumentarlı torpaq mənimdir. Oranı. Şimdaz xanımı. Bax xanım, Bəli. vətəndaş istəyir ki, gedib notarius. Xanım, məni aldadıb ikinci adı ilə. Akası həmən notariusun müdürü Ramiz Hümmətov ölüyə də sənəd verilmiş. Onun qapı, pəncərələrini bu tikilmiş düzəldir. Nevastrokanın. Bu elirmiş hamısı. Yalan deyir. Siz məhkəmənin qərarlarına razılaşmırsınız. Xeyr. Xeyr. Necə məni aldatıbsan, Allah balavı verəcək. Pulu nə qədər almışsan? Ay anam, şəklini çək. Anam de var, bəli. Kurs 25 min doların kursu neyse de hemen o vaxt o kadar pul vermişəm. Bəli, Ona, bax bəli. o xanıma sən. manat idi? Onu bilməm, 16 min nə qədər, 98 min nə qədər. Yəni 0.78 Bəli, dollar. bəli. Ondakı dollar. Əvvəlcə dollar qalxmamışdı, bəli. Həmin xanımın adında da Çünki Setbank deyirəm, kağızım var. dollar. Əlbəl verməmişəm. Onda dolların kursu aşağı. 0.78 qəpikdir, düzdürmü? bəli. Həmin o kursunda o xanıma pul verilib. Əlimdə çekim, bankın texnika bankı keçirmişəm. Necə aldada Xanım. bilərik? Notariusda çöldə imza çəkmək olarmı? Hə? Ha mən xıdı tanımıram, o tanıyır. Mən pul gedək Quranı al bas. Quranı al bas. Al bas. Baxın. Bax bu mənim yerim. Bir dənə Quran əl bassın. Bax bu mənim yerim. Qardaş. Bax bu mənim yerim. Mən ona Oğlum çək. mənim əlimdə Bax bu mənim evimin sənədi. Bax. Sənədini çək. Bax bu mənim evim. Siz iddialırsınız ki, pul almamışsınız. Xeyr, xeyr, Pul xeyr, xeyr. görməmişsiniz. Xeyr. Amma müəllim də bildirir ki, O bildirir, getsin Xıdırı gətirsinlər bura. pulu siz Xıdır. Xıdıra. Xıdıra veriblər. Bəli. Xıdırına pul vermişəm sən. Nətər içində yazır ki, mən satdım. Sən satmadın. Məni apardım ki, səni aparıb evdə düşürdəcəm. Orada qaldım, mənim adıma yazdırdım. Bu kağız Aldadıblar hamısı məni. Hamısını aldadıblar məni. Hamısını aldadıblar. Əşvərov Natiq Musoğlu. Bəli, bax bu kağız. Sizə aiddir də. Bəli, mənəm. Yox. Burada Biz yazı mənim. sizə aiddir, əl yazı. Bəli. Əl yazsın aiddir. məni tikinti ilə aldadı. Ay bu kimindir? Kimindir bax. Aldadı. Ha, bu Onu mənə kimindir? sübut eləmə. Gör mənim icra hakimiyyəti razılıq vermir, məni aldadıb. Onun adamı da Hümmətov keçmiş Fikrət Orucov onların evlərini tikib, Mən nə fikir? İradə Gül Məmmədova keçmiş icra hakimiyyətinin nümayəndəsi, hamısı. Baxın çəkin də 2014-cü ildə Kopça buranın yeri boş olur, ev olmayıb. Mən yer olmayıb. Bildirir ki, Çimnaz xanım bildirir ki, o divarda kubik var ha. Ora qədər idi hasarları. Bax, həsasət girdik. Bəli. Bundan göstərdi ki,
3 sot yerim var, ikisini satıram. Yalandır. Getir Kur'an'ı Mən də getir. kağızı götürdüm. Kur'an'ımı getiririm, Kur'an'ı al bassın. Kur'an'a getiririm, Kur'an'ı getiririm, koy al bassın. Bir dənə dur. Sakitləşin, zəhmət olmasa. Bir-birimizə hücum çəkməyək. Səbirli olun, təmkinli olun. Yerinə. Keç yerinə. Yerinə keç. Benim evimi geçirtmişsin. Bəli. Evin sen. Çık buradan. Mənim yerimə keçmə ha. Sen kimsen senin yerime geçmeye? Mən yeri yesin. Mən yeri Dedin, yesin. yerin yersin, senin yerin yersin, git Səbirli Kəlbəcərə. olun xanım, sakitləş. Benim yerimdir. Sual verirəm ki, 2010-cu ildə mənim kopcam. Buradan canı baş prokurora. 2000 baş prokurora, prezidentə 2010-cu ildə mənim sənədim, kopcam. 2015-ci ildə mənim evim ola. Necə buna sənəd verilib? Necə sənəd verilib? Bax, sənədimi şeydən çıxardıblar, sistemdən. Cənab prezident, İnan müəllim, bütün hakimlər rüşvət alaraq, qanunu pozaraq, saxta sənədləri göz yumaraq sənəd verir Əkbərim Natiqə. Deyir ki, mənim arxam güclüdür. Öz gözümün şahidi oldum. 4 nömrəli reyestr xidmətinin hüquqşünası geldim məhkəməyə, girdi hakimlərin yerinə, danışdı, çıxdı. Öz gözümlə gördüm, bununla görüşəndə. Çıxdı, dedi ki, mümkünsüzdür. Nətər mümkünsüzdür? Mənim evim. Necə mən evimə necə girə bilərəm? Mənim ölüm buradan çıxa bilməz. Mənim daşım, mənim daşlarım qalıb belənçik. Mənim yeriməcən söküb, görün, bura gəlin. Deyir ki, sənin su xəttələr, görün, mənim su xəttim bax buradan gedir, görün, indi döndərib qoyub bura. Ki, su mənim evimin altına geçsin, çəkin onu da. Su xəttini. Bəli. Bəli, görürsünüz? Su xətti hardan gedir? Su xətti buradan yerdən gedir. Sizinki yerdən. Bəli, bura gəlin. Bu hələ bura köçməmiş. Baxın. Mənim evimin kanal koknadır. Ya bu üzləndir. Görsən kanalizasiyam. Buradan gəlir düz yerin altına çıxır çölə. Mən ona öz qadınlığımla su xətti, kanalizasiya xətti, işıq xətti vermişəm. İcaza vermişəm. Veşlərin yığı mənim evimə. Mən gəlmişəm. Bax bu işıq xəttini, turbanı mən aldırtdırmışam. İşıq xətti gəlib çəkib. Bax mən buna hər şeyini vermişəm. Bax düzünə. Bu mən nətər sənin fəhlələrə əlcək vermişəm. Çay vermişəm. Hə? Çay vermişəm fəhlələrine. Bir dənə əlcək çay almırdı. Hə? Kasıb insandılar da çörəkçi. Dedim insandır. Vermişəm. Dedim qonşu olar. Gələr qonşu olar burada. Mən nə bildim ki bunlar gəlib mənim başıma oyun açacaq. İkinci sayğacı gətirib qoydular bura. Bunu da qırmışdı. Heç kim qırmır. Çıxarmışdı. Torbadan çıxartmışdı bunu. Bunun üstündədir. Necə? Hayatıma gələndə, yo. Hayata bunu dəyişdirdim. Dəyişdirmişəm. Dəyişdirmişəm. Evin qabağıdır. Siz Ha qardaş, başa düşün. Onun evi nədir? Deyirəm ki, mənim evim yox idi. Girdi içəri, bu kimi. Torpaq bura bomboş idi. Burada fakt. Sizin eviniz. Ha yox idi. O ev var idi. Bu dedi ki, mən satıram. 3 sotun 2 sotunu satıram, düzdürmü? Mən də ölçmədim. Orada farklı 5 sot yer var. 2 sot zəb. deyirsiniz, ben satırım, xanım da deyir. Qardaş, mən yalan deyirəm. Bu da kağızdır ha. Saxta yolla. Ha, kağıt daha nə? Gətirim Quranı Ha, bu da Quranı ana. al bas. Bu torpaq istəyəndə o da deyib ki, mənim torpağım var filan yerdə, həyatımın yanında. Yenə gəlib göstərib o yeri satıb ona. Yenə təsdiqləyir Atiqə Bəli, xanım. məhkəməyə də gəlib. Yaxşı münasibətimiz də var, qonşu 50 ildir. Bəli, yoldaşı rəhmətliklə bir yerdə işləmişik. Bu günə qədər münasibətimiz var. Məni aldar, məhkəməyə də deyib, bələdiyyəyə də gəlib deyib. Hər bir yerə gəlib yazıq, o yazıq ağrıyan canı ilə, ayaqları ilə. Hörmətli izləyicilər, bildirmək istəyirik ki, iki qonşu olan Rızayeva Çimnaz və Əkbərov Natiq arasında baş verən torpaq ədaləti bir çox məhkəmələrdə Əkbərov Natiqin xeyrinə qərarlar çıxarılsa da, Rızayeva Çimnaz məhkəmə qərarlarından narazı qalaraq hazırda şikayətlərini davam etdirməkdədir.